Dəyərli dövlət qulluğuna və magistrə hazırlaşanlar, gəlin belə bir sualın, ardıcıllıq sualının izahına bu gün birlikdə baxaq. Deməli, belə çox rəqəmlər gördükdə ilk olaraq nəyə baxırdıq? Baxırıq paralelə, görürəm ki, 8-dən 1-in çıxdı 7. Üzərinə 3-ün gəldi, üzərinə 11-in gəldi. Axı müəyyən bir ardıcıllıq olmur. Nə edirik? Deməli, rəqəm çox olsa da, eyni qayda başdan baxırıq ki, necədir? 8-dən 1-in çıxır 7, düzdürmü? Buradan 1'in çıxdı. Bəs, burada nə edir? 1'ə vurur, yoxsa 0'ın çıxır deyə bilərik, ya nə edir? Bura baxıram ki, çıxır ikisinin, düzdürmü? Bəs burada vurdu 2'yə. Onda buna da vuraq 1 yazaram mən. Çıx 1, vur 1. Çıx 2, vur 2. Növbəti baxın. Çıx 3, vursam 3'ə, edən neçə? 21. Nə edirəm? 4'ün çıxıram növbəti dəfə, edir 17. 17'ni də eyni qayda. Vuraram 4'ə 68, 5'in çıxar, 5'ə vuraram. Deməli, qaydamız belə oldu. Cavabımız A variantı.